bir salamlayıram. Bugün sizlerle bir yerde Gəncəyə gedirik. Bugün kısa ve konkret bir şekilde Gəncəyə gideceğim. Bugün hayatımda ilk defa videonun düzümü görsədirəm. Bunu da görürsünüz, bir kameradan tutup insanların olmadığı yerde video çekiyor. Çok normal. Burada böyle şeylere bence normal bakmıyorlar. Bakın, bilmirəm. Yəni, bura qəsəbədir, yavlaq qəsəbəsi. Çənlibel qəsəbəsi və mən buradayım və videomu burada çəkirəm ki, şimdi mən görmürəm. Dayı var idi, məni saxladı orada, dedi ki, mənə kömək elə, mən bu ki, sən başına elə kömək etmişəm, əllərimi çıxır. Sprinterlə gedəcəyik yolda, onun üçün özümə bir şeydən içməli şey alacam ki, yolda sudan ölməyib. Allah'ına bir dənə kola aldım belə. Ronaldo dəqiqə gəldi mən buraya, amma hər neysə, çirkinəm, biraz papalı. İndi isə Gəncədə hava gedəcəyimizi deyim. Birincisi Heydər Park. Heydər Park'a gideceğiz. Ve sonra da Heydər Park yok diye sallıyorum ama Azerbaycan'ın en büyük Gəncələr eğlence merkezlerinden birine danışıram. Ben Niman vlog çəkirəm. Ben bunları hak eləmirəm. Benim 23.000 takipçim var. Uşaqlar 23. Buna ne kadar verərsiniz? 25. Yoxsa 15. Ben şəxsən özümə 62 takipçili bir adam var. İndi isə minib başlayırıq. Birazdan yola çıxırıq. Bir iki görüntü görsədərəm. İndi isə sizə buranın tamamını görsədərəm. Bura belədir. Burada kolon qoymuşam. Pəncərədən sizə görüntülər göstərəcəm. Amma pəncərə biraz pisdir deyə biraz pis çıxa bilər görüntülər. Şaş mənim olsun deyim maşın. İndi isə uşaqlar gəlib çatdıq gördük. Uşaqlar dəhşət qorxulu bir şeydir də yəni. Ona yaraşıqdır, yaraşıq eşək. Başladım! Ayaklarım! Nerede çaplatlarım bana? Kahraman! Oy! Oy! Neredeyse yol ver, yol ver! Bırakma! Neyse, bizden indi. Karoserler çok indirdi. Çok pis əsir. Bakma, dəhşət qorxulu bir şeydi daha. Ay qızım, çok pis əsir. Çok pis əsir. Ayağım boğul. En üstteyim, en üstte. En üstteyim, en üstteyim. Dəhşət çox baxam. Dəhşət çox. Bax. Ben çok korkuyorum böyle şeylerden. Bak deli çinəsin. Buradan da böyle aşağıdan görsədim. Ben de bilmiyorum. Bakın böyle sallar orada da bir tane şey var, ona da bir göstermek istedim. Uşaqlar indiysə, bundan indi. Problem yok. Prosto bizden başım fırlanması olması gerekiyor. Uşaqlar indiysəm belə bir şeydir. Sallanır, bir dənə gəmidir. Adını da bilmirəm. İndisəm indi ona. Baxın görək nə tər olacaq. Məncə yaxşı olacaq. Başladı. Baxın. Bax, yenəcə. Çox istəyir. O mən nə belə qorxulam. Tam dimdik duranda var ya. Heç də qışqırmıyorum. Özüme söz veren bir kışkırmıyorum. Ne oluyor? Ayaaa! Adam çok kralı! Adam çok kralı! Sen de çok kralı! Ne? Bakın! Allah! Aman ağlarım. Aladdin. Koşma. Ben de gitmek istedim.
Namussuz bir şey. Namussuz pis kusurlar bundan sonra. Ürək bulantı dahi getmir. Yəni iyrənc və Allah haqqı bu qədər baxın uşaqlar ayaqları məsədir. İndi belə danışmağa baxın. İndi isə gedirik Gəncəmola. Biz isə gəldik uşaqlar. Biraz qabaqda Gəncəmol, Gəncəmola girəndə açayam. Yeraltı keçidə giririk. Buradansa Pramoy şeydəyik. Gəncəmolda. Buradan Pramoy yuxarı çıxırıq və Gəncəmol. Hafil oldu səri. Çok bomba yer. Sen buranı göstermek istedim. Ne yakışıklılık lan. Kendime aşık oldum lan. Ulan Gəncəmol dünyasında da. Ona göre sürü yaşamı başka bir restorana geldik. İndi isə sürü yaşamı. Yemeğimi yedim çıktım. İndi isə alışveriş edirəm. Alışveriş edirəm sonra isə daha doğrusu alışveriş edirəm sonra isə bir tərəf hesab aparıram. Hər tərəfini Nizami məqbərəsindən göstərəcəm. Orada da bir şey göstərəcəm və daha sonra vlogu sonlandıram. Uşaqlar Nizami məqbərəsinə gedəndə içməyə və yeməyə şeylər aldıq. Baxın. Belə bir şeylər aldıq. Yəni inşallah sağlıq olsun. Bura Nizami məqbərəsidir. 1947-ci ildə Nizami Gəncəvinin 800 illik yubileyi üçün açılmışdır. İndi isə gəlin Nizami məqbərəsinə. Düz qabağımdadır, baxın. Nizami məqbərəsi. İndi ona gedirəm girməyə. İnşallah girərəm, inşallah baxaram görəm nə var içəridə. Yaxşı olan. Havalı da tərs çevirim. Nizami Gəncəvindən çox edir. Həqiqətən Nizami Gəncəvi Azərbaycan üzərindəki ən belə deyim də yaxşı şairlərdən biri olur. Məqbərənin içinə gəlir. Bəli, videomu burada bağlayıram. Və videonun sonunu çatdıq. Yəni gəzdik, ən azından gördük. Belə bir yerdə Gəncə. Videoyu beğendinizsə bir like koymayı unutmayın. Sağ ol. Yo olmadı. Sağ olun.